Azərbaycandan İrana göndərilən humanitar yüklər daşıyan avtomobil karvanı Azərbaycanın cənub sərhədində, yəni Cənub Astara dövlət sərhəd buraxılış məntəqəsindədir. Burada müvafiq sərhəd yoxlanışından sonra az sonra humanitar yüklər İran tərəfinə yola salınacaq. Xatırladım ki, bu Azərbaycanın İrana göndərdiyi sadəcə 3-cü humanitar yardımdır. Bundan öncə də 2 dəfə Şimal-Cənub dəhlizi vasitəsilə İrana humanitar yüklər göndərilmişdi. Humanitar yüklərin ümumi çəkisi 200 tondur. Bunlar əsasən ərzaq və qida məhsullarından ibarətdir. Eyni zamanda humanitar yüklərin tərkibində dərman preparatları və tibbi ləvazimatlar da mövcuddur. Artıq Cənub Astara dövlət sərhədindən buraxılış məntəqəsində olan müvafiq yoxlamalar yekunlaşdı və 10 avtomobil karvanı Azərbaycan sərhədindən İran sərhədinə doğru hərəkət etməyə başladı. Artıq gördüyünüz o ərazi İran İslam Respublikasının Azərbaycanla olan sərhəd ərazisidir və orada humanitar yükləri artıq İran tərəfi qəbul etməyə başlayıb.